Yəni devalvasiya olmamışdan öncə Azərbaycanın gəlirlərinin 98% rahat neft məhsulları idi. Neft və neft məhsulları idi. Amma ondan sonra isə əlbəttə ki 2008-ci ildə dünyada devalvasiya krizisi olanda neftin qiyməti düşməmişdi deyənə Azərbaycan bundan teyid keçə bildi, yəni yan keçə bildi. Amma son 2015-16-cı ildə isə neftin qiymətinin düşməsi ilə bərabər olaraq bizim də gəlirlərimizin çoxu oradaydı deyənə. Bu səbəbdən biz də bundan təsirləndik. Əlbəttə dövlət olaraq da biznes olaraq da bəzi şeyləri artıq sorğulamağa başladıq. Dünənə qədər hər şeyi ixal edib satmaq idi əsasən prioritetimiz. Bugünkü gündə isə artıq necə istehsal edə bilərik, necə daha fərqli bir dəyər yarada bilərik. Bunu düşünməyə başladıq. Çünki bizim daha ixracatdan daha önəmli hələ ilk öncə eləyəcəyimiz bir iş var idi ki, biz necə daxili resurslarımızı, yəni daxili tələbatımızı özümüz necə ödəyə bilərik. Bu özünü aqrar sənayedə çox gözəl göstərdi. Çünki dövlətin bura göstərdiyi maraq və verdiyi subsidiyalar ki, ən yaxın bazarımız da Rusiya bazarı idi. Ora olan ixracatlar, sonrasında davam edən deyək ki, bəzi hallarda ərəb belə deyim də bazarına girişlər göstərdi ki, bəli Azərbaycan aqrar olaraq kifayət qədər münbitdir ki, özümüzün də aşağı yuxarı 10 milyonluq bir belə deyim də əhaliyə sahibi və özümüzün də ehtiyaclarımız varımızdır. Taxıl olaraq pomidorundan, xiyarından, kələmindən, kartoşkasından, meyvəsinə qədər hər bir şeyləri daxildə istehsal edib istehlak eləyə bilirik. Və bu səbəbdən də idxallarımız azaldı, amma biz bir o qədər də ki, istehsalatlarımızı gücləndirə bildik. Amma digər sənayelərlə əlaqədar isə əfsuslar olsun ki, bunu söyləmək o qədər də rahat deyil.